Zəngilana növbəti qayıdış baş tutub. Növbəti mərhələdə rayonun Məmmədbəyli kəndinə 30 ailə, 144 nəfər köçürülüb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Çexovdan o qədər danışıblar ki, mən həmişə maraqlı gəlib, oranı həmişə görmək istəmişəm. İndi də çox xoş hisslər keçirəm, sevincliyəm və həyəcanlıyam oranı gedib görəcəyim üçün. Allah şəhidlərimizə rəhmət eləsin. Əgər onlar olmasaydı, biz də bugün oranı gedib görə bilməzdik və bütün qazilərimizə də Allah şəfa versin. İlk öncə evi gedib görmək istəyirəm, çox maraqlı gəlir. Daha sonra oranı gəzmək istəyirəm. Yəni, bir növ kəşf eləmək üçün, çünki heç görməmişəm. Mən bura gələndə mənim 3 yaşım vardı. 93-də qaçqın düşmüşük. Hal-hazırda 2025-də indi qayıdırıq öz torpaqlarımıza. Mən minnətdarlıq duyuram. Allah bizim prezidentimiz canını sağ eləsin ki, bizim torpaqlarımıza geri qaytardı və bu illər sonra yenə öz torpaqlarımıza qayıdırıq. Çox şadam. Oradan gələndə 4 nəfərlə gəlmişdik. İndi bəs necə? İndi inşallah ailəvi şəkildə qayıdırıq. Mənim özümün 3 uşağım var. Bu şəkildə qayıdırıq. Yenə Allah qismət eləsin. Mənim orada şadlıqlarda inşallah. Çox sevincliyəm. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa, can sağlığı versin. Allah dövlətimizi, millətimizi qorusun. Mən Zəngilandan qaçqın gələndə 6 yaşındaydım. İndi üz istəyirəm böyüklərdən. Mənim oğlumun 6 yaşı var. Biz öz elimizə, obamıza qayıdırıq. Allah yenə deyirəm dövlətimizi, millətimizi qorusun. Allah şəhidlərimizə rəhmət eləsin. Bugün sevinçli günümüzdür. Biz Məmmədbəyli kəndinə qayıdırıq. Elimizə, obamıza. Allah prezidentimizin canı sağ etsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Orada iştirak edən bütün iştirakçıların hamısını Allah canı sağ eləsin. Çünki onlar da canlı şəhiddir, onlar yaşayan şəhiddir. Qazilərimiz də, veteranlar da, hamısı canlı şəhidlərdir. Ona görə də Allah onların da canı sağ eləsin. Çox sevinirik, kədərlənirik ki, yaşlı gedirik. Sevinirik ki, balalarımız gedir orada gün görsün, yaşasın. Gözəl kəndimiz var, Həkəri çayın ətrafındayıq, gözəl yerdir. Qeyd edək ki, bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə, ümumilikdə 144 nəfər köçürülüb.